Kim test toplusu hidrojen bölməsi SF 226'da 41. sual. Hidrojen ilə birləşmə reaksiyasına daxil olmayan maddə. Hidrojen ilə birləşmə reaksiyası. Məsələn, A variantına baxaq. Ferum 3O4. Üstəcə hidrojen. Nə anlar burada? Nə anlar? Dəmir və su. Yəni, burada birləşmə reaksiyası yoxdur. A bəli. Qalanlar birləşməyədir. Məsələn, natrium. Natrium hidridi alınır. Xlorla H-xlor. Asetilənlə, məsələn, deyək ki, bu nədir? 2 dəfə yazma. Eynidir, bəli. Deyək ki, etan alınır. Eynidir. Yəni, bunlar birləşməlidir, A bəlidir. %49. Natrium hidridinin su reaksiyasından alınan hidrojen. Xlorla qarşı kütləsində 22,4 litr hidrogen xlorid əmələ gəlmişdir. Deməli, əvvəlcə hidrogenin xlorla reaksiyasını yazırıq. H-xlor alırıq. Hidrogenlə H-xloru müqayisə edirik. 1 mola 44,8 litr 22,4 litr deyirsə, bu da neçə mol deməkdir? 0,5. Hidrogen 0,5 moldur. Sonra natrium hidridi su ilə reaksiyasını yazırıq. Natrium hidroksid və hidrogen. İndi bu ilə bunu müqayisə edirik. 24 qrama 1 mol 0,5 mol neçə qram demək? 12 qram demək. %59. Hər birindən M mol götürmüş. Yəni, M mol kalyum, M mol magnezyum, M mol alüminyum. Artıq miqdarda götürülmüş xlor tuzu reaksiyasından cəmi neçə mol hidrogen almışdır. Əslində, burada valentinə görə də yaza bilərik. Məsələn, deyək ki, məsələn, 1 mol element, hər hansı element, istər turşu, istər nə bilim, su və yaxud qələbi, nə ilə daxil olur olsun, 0,5 mol hidrogen ayrılır, əgər bir valentlidirsə. Əgər element 2 valentlidirsə, 1 mol hidrogen ayrılacaq. Əgər element 3 valentlidirsə, 1,5 mol hidrogen ayrılacaq. Yəni, belə. Hər valentliyə görə 0,5 mol artır. 4 valentlidirsə neçə mol ayrılacaq? 2 mol. Məsələn, kalyum. H-xlor reaksiyası. Kalyum xlor və H2. Burada da 0,5 mol H2 yazaq. Düzdürmü? Onda deyir ki, N-ə 0,5 N düşür. Magnezyum. H-xlorla reaksiyası. Magnezyum xlorid və hidrogen. Bura 2 yazılır. İndi burada da N-ə M mol düşür. Alüminyum. H-xlorla reaksiyası. Deməli, burada alüminyum klorid və hidrogen.
Nə qədər hidrogen düşür? 1,5. Nə də 1,5. Alüminium müsbəti 3 belə. Aydındır. Hə. Cəmi nə qədər hidrogen olar? Toplayarıq, hə? 3N hidrogen olar. Cavab C variantı. Altmış üç. Metal daxil edilən qablarda reaksiya sonra alınmış məhlulların kütlərini müqayisə edin. Su, yəni hamısında eynidir miqdarı. Hansına daha çox hidrogen ayrılırsa, o qabın kütləsi daha azdır demək. Hər üçündə hidrogen qazı ayrılır. Yəni buradan da hidrogen qazı ayrılır, bunda da hidrogen qazı ayrılır və kaliumdan da hidrogen qazı ayrılır. Hər üçündə ayrılır. Birinci qabda. Məsələn, kalsium. Hamısı da M qram verir. Kalsium üstəgələ su. Deməli, nə alır? Kalsium hidroksid və hidrogen. Belə. Burada hidrogen qazı. Məsələn, 40 qrama 2 qram hidrogen qazı çıxırsa, M qrama deyək ki, 2. Nə qədər hidrogen qazı çıxar? 2M bölünsün 40'dır. M bölünsün neçədir? 20. Hidrogen qaz çıxdı. İkinci qaba. Lityum. Su ilə reaksiyası. Lityum hidroksid və hidrogen qazı. Əmsallaşdıraq. Ya da əmsallaşdırması da burada kəsindən də yaza bilərik. 0,5 yazarıq. Lityumun nisbat atom kütləsi 7'dir. 7 qrama, yəni 0,5 mol. Neçə qram demək? 1 qram. 1 qram. M qrama deyək ki, Y. M bölünsün 7. Hidrogen ayrılır. Üçüncü qabda kalium. Kaliumun su reaksiyası. Kalium hidroksid, hidrogen, burada 0,5 yazılır. 39 qrama, yəni 1 qram. M qrama da M bölünsün 39. Ha, indi hansı qabın kütləsi daha çox olar? Yəni hansına daha çox, daha az hidrogen ayrılır? Bəli? Hansına daha az hidrogen ayrılır? Bəli? Üçüncü qabda. Üçüncü böyükdür. Nədən? Bəli? Birinci. O da böyükdür ikinci. Hansında daha az hidrogen ayrılırsa, qabın kütləsi daha çoxdur demək. Hər üçünə M qram verir. Deməli, 3, 1, 2. Y bəndidir. Altmış yeddi. Burada valenti ilə də müqayisə etmək. Birinci baxmalı ki, hansılar daxil olmur, onları natrium OH-da natrium OH-da daxil olmayanları ixtisar aparaq. Məsələn, B yox, getməz. Natrium da getməz. Deyək ki, yəni belə.
Yaxşı. Bunu çıxırıq. İndi baxaq görək, burada hansı olacaq? Məsələn, bayaq dediyimiz kimi element bir valentlidirsə, hə? Məsələn, deyək ki, bir valentli 0,5 mol hidrogen ayrılır, 1 qram. Hə, 2 valentlidirsə, yəni 2 qram hidrogen ayrılır. Aha. İndi baxaq, yazaq. Deyək ki, alüminium, C-dən başlayaq, alüminium. Alüminium, natrium hidroksid məhlul reaksiyası. Alüminium 3 valentlidir, təbii ki. Burada nə alır? Natrium alüminat və hidrogen alınır. Nə qədər hidrogen alınır? 1,5 mol. Hə, belə deyim. 1 mola 1,5 mol. Yəni neçə qram deməkdir? 3 qram hidrogen ayrılır. 3 qram hidrogen ayrılır. Bəli. Sonra D-yə baxaq. Sink. Natrium hidroksid məhlul reaksiyası. Nə alır? Natrium sinkat və bir də hidrogen. Burada 2 yazırıq. Belə. İndi 1 mola, yəni 1 mol hidrogen, hə? 2 qram ayrılır. Deməli, alüminium hansı oldu? Z, hə? Sink hansı oldu? 2. Bəli. Silisyum. Natrium hidroksidlə məhlul nə alınır deməli? Natrium metasilikat və hidrogen alınır. Yaxşı. Deməli, bu da buraya 2 yazılır. Hə, 1 mola, yəni 2 mol 4 qram. Bu da Y. Yaxşı. 1, 2, 2 oldu D. 2, Y. Y oldu Y. 3, Z, alüminyum, o da C. 1 D, 2'ye, bəli, 1 D, 2'ye 3 C deməndə. Yetmiş beş. Orta molekül kütləsi 17 olan hidrogen və oksigen qaz qarşısında 22 litr. 20 litrində hansı qazdan litr əlavə eləmək lazım ki, buradacı? Deməli, hidrogen verir, bir də oksigen verir. Cəmi 20 litrdir. Orta molekül kütləsi də 17 və 20 litrdir cəmi. Bunu deyək ki, A litr, hə? Bu da olsun 20 çıx A. Litr. Cəmi 20 litrdir. Elədir mi? İndi bunun əvvəlcə tapırıq ki, A-nın qiyməti ki, hərəsi neçə litrdir? M orta bərabərdir. Yəni 17 bərabərdir. Hidrogen molekül kütləsi 2-dir. Onda yazır ki, 2 vurulsun A, üstəcə 32 vurulsun 20 çıx A. Bölünsün 20-yə. Və A-nı tapırıq. A nəyə bərabərdir?
Sağ ol. A neçə oldu? 10. A 10'dursa demək ki, hərəsi 10 litrdir. Hərəsi 10 litrdir. Deməli, əvvəlcə 10 litr hidrogen, 10 litr oksigen oldu. İndi guruldayıcı qaz deyir. Guruldayıcı qaz. Guruldayıcı qaz 2 həcm hidrogen, 1 həcm oksigen qazı qarşıdır. Oksigen qazı qarşıdır. İndi belə deyək. Burada əvvəlcə hərəsində 10 litr, 10 litr var. İndi hansı qazı əlavə eləsək ki, guruldayıcı qaz olsun? Bura hansı qaz əlavə edə bilərik ki? Və bu 2 həcmdir, bu 1 həcm nisbəti olmalıdır. Məsələn, bu da 10 litr tapdıq, bu da 10 litr idi. İndi hansı qazdan əlavə eləsək 2 həcm, 1 həcm olacaq. Hidrogen. 10 litr hidrogen qazı əlavə eləmək lazımdır. Deməli, hansı olacaqdır? 10 litr hidrogen C variantı. Yetmiş dokuz. İçərisində mis 2 oksit olan qızdırılmış şişə borudan 2,8 litr hidrogen keçirilmişdir. Reaksiya axıra qədər getmişdirsə, reaksiya daxil olan mis oksidin kütləsini və alınan misin kütləsi. Mis 2 oksid üstəgəl hidrogen. Alınır mis və su. Mis 2 oksidin molyar kütləsi 80. Deməli, 80 qrama 1 mol hidrogen daxil olub. Yəni 22,4 litr. Və 64 qram mis alınır. 2,8 litr hidrogen daxil olursa, onda bunun kütləsi nə qədər olur? Və bunun kütləsi nə qədər olur? 22,4-dən 2,8 qısa gedirmi? Nə qalır? Bəli, 8, yəni 8-ə bölükdə hər tərəfə. Burada qalır 10, burada qalır 8. 10, 8 cavab D-dəndir. Bir mol su daxil olur. Birində 0,5 mol hidrogen, birində 1 mol hidrogen. İndi burada natrium peroksid olsa hidrogen alınır. Yəni natrium peroksiddə olmaz. Ya natriumdur, bəli, ya da natrium hidritdir. Burada natrium oksid var, bunda çıxırıq. Yəni A, B, D-də getdi. Qaldı C ilə G. Deməli, natrium üstəgəl su. Nə alınır deməli burada? Natrium hidroksid və hidrogen. 0,5 mol. İndi burada 1 mol su daxil olanda 0,5 mol hidrogen alınır. Yəni Z natrium hidroksiddir. Onda bu nə oldu? 2. Natrium hidrid olsa, demək burada nə olacaq? Natrium hidroksid və hidrogen. Burada da 1 mol
1 mol hidrojen. Yani Y natrium hidrittir. C bende. Seksen yetti. 10,5 gram kalsiyum hidrit su reaksiyasını yazdı. Kalsiyum hidrit işte su. Kalsiyum hidroksit ve hidrojen. Emsallarda yazır ve içi yazır ve içi yazır. Şimdi yazır ki 42 grama 44,8 litr. 10,5 grama neçə litr olur? 11,2 litr. Yani 10,5 grama 100% reaksiya girsə 11,3 litr hidrojen alır. Bunu 100% dedik. Ama 6,72 litr alınıbsa çıxım nə qədər olar? O da nəyə bərabərdir? Çıxım yani 6,72 bölünsün 11,2. O da 60%. Doksan beş. 22,4 gram demir hidrojen ile her iki qabdan ayrılan hidrojenin həcmi eynidirsə. Şimdi baxaq ki 22,4 gram dəmirdə nə qədər hidrojen ayrılır. Deyək ki bu olsun birinci qab. Dəmir istərcə H-klor. Nə alır? Dəmir 2 klorid və hidrojen. 56 qrama 22,4 litr. 22,4 qrama deyək ki, nə qədər olar? Neçə litr olar? Bəli. Neçə litr? 8 tam, hə? 96 litr olur da. Yaxşı. İndi ikinci qabda. İkinci qabda. Sink. İstərcə duru sulfat turşusu. Sağ olun. Burada sink sulfat və hidrojen. Şimdi bununla müqayisə edək. 65 qrama nədir? 22,4 litr. 8,96 litrə. Yəni neçə qramdır? Neçə olacaq? Bəli? 26 qram. Cavab 26. Oksijen bölməsindən 35. 4,2 metr kub hidrojenin tam yanması için. 4,2 metr kub hidrojenin tam yanması için kub metr hava lazımdır. Hidrojen oksijende yanması. Alınır su. Böyle. Deyək ki 2 həcm, 1 həcm. 4,2 metr kub hidrojen neçə metr kub? Bəli? Bəli. 2,1 metr kub oksijen. Yaxşı. Oksijen de 21%'dirsə, deməli hava nə qədər olacaq?
Bəli, 10 metr kub C bəndi. Hələ bir. Sabit valentli X elementi 1 molu 8 gram oksijenlə tam reaksiya daxil olarsa. Oksijenin moleküler kütlesi 32'dir. X oksijen ile 1 molu, yəni 8 gram oksijen deyir. 8 gram oksijen neçə mol deyək? 0'dan %25 moldur. 1 mola 0'dan %25 mol oksijen daxil olur. Onda hansı nisbətdə daxil olacaqdır? 4'ün 1'e. Əmsal 4, 1. Nə alacaq? 2, 2, O. Müsbət 1 olur. Bu elementin hidridi. Hidrid də müsbət 1, H mənfi 1. Yəni metal hidridi. Yəni D bəndi. Yetmiş üç. Burada bərk nümunə neçə qram azalır? 16 qram azalır. Elədir. İndi 16 qram nədir yəni? Məsələn, kalium permanganat parçalandıqda bu parçalandıqda nə alır? Kalium manganat, mangan O2, bir də oksigen. Salam. Əmsallar belə. Bax, kalium manganat da bərkdir, mangan 4 oksid də bərkdir, oksigen də qazdır. 16 qram nəyin kütləsidir? Oksigen qazdır. Çıxan oksigen qazdır. Bu 16 qram azalır desə, oksigen qazdır. Bərk nümunənin kütləsi 8% azalmışdır. Bəli. Deməli, bərk maddə nə qədər azalmışdır? 16'nı bölük nəyə? 200'ə vuruq 100'ə. 8% azalmışdır. Hə? Bu doğrudur. Neçə qram kalium permanganat parçalanmışdır? Kalium permanganatın parçalanması. Bir də bunu əslində burada yazaq da. Yəni, təkrar yazaq ediyor. Məsələn, bunun 158'də 316 qram. Aha. Deməli, parçalandıqda 32 qram oksigen qazı çıxır. Amma 16 qram oksigen qazı ayrılırsa, deməli, nə qədər parçalanmışdır? 158 qram parçalanmışdır. Deməli, bu doğru deyil. Bunu götürürük. Nə qədər oksigen qazı ayrılmışdır? Yəni, 16 qram oksigen neçə litrdir? 11,2 litrdir. Bu doğrudur. Düzdür. Kalium permanganat tam parçalanmışdır. Xeyr. Deyək ki, 158 qram parçalanmışdır. 2 və 4 səhvdir. %85-ci sual. NO tamamilə NO2-yə oksidaşməsi üçün neçə mililitre hava sərf olunur? Deməli, NO-nun oksigen reaksiyasında alınır NO2. Əmsallaşdırır 2, 1, 2. 2 həcm, 1 həcm. 84 mililitrə, 42 mililitre. Deməli, oksigen 42 mililitrdir.
Havada oksijen də 21%'dir. Onda hava nə qədər olar? Bəli? 200 millilitr.